Çin şirkətləri ötən illərdə Afrika ölkələrinə böyük investisiyalar edib və ümumiyyətlə Asiya ilə Afrika ölkələri arasında ticarət artıb. Bu iki qitə arasında iqtisadi əlaqələr möhkəmləndikcə Afrikadan Çinə gələn mühacirlərin də sayı son hesablamalara görə artaraq yarım milyona çatıb. Turay Lamin Pekində Afrika evi adlı restoranın sahibidir. Baxmayaraq ki, Turayın işçiləri və dostlarının əksəriyyəti Çinə yenicə gəlib, o özü burada artıq uzun müddətdir ki, yaşayır. Turay 1989-cu ildə buraya gəlib. O deyir ki, hələ uşaq ikən Sierra Leone'da yaşayan zaman Çin onun həyatının bir hissəsi olub. Mənim evimdən 10 dəqiqəlik məsafədə Çinlilər körpü inşa edirdilər. Onların sayı olduqca çox idi. Mən ilk dəfə idi ki, bu sayda qeyri-Afrikalı görürdüm. 13 yaşında ikən o, tikintidə işləyən Çinlilərdən Çin dilini öyrənməyə başladı. Mənim evim həm də çörək bişirmək sexi idi. Biz onları çörəklə təmin edirdik. Bir gün onlar mənə Çin dilində kitab verdi və mən ilk dəfə çox sağ ol sözünü Çin dilində dedim. Bir çox Afrikalı Çinə sahibkarlıq arzusu ilə gəldiklərini deyir. Adam Spodomo Hong Kong Universitetində professordur. O, Amerikanın səsinə Skype vasitəsilə müsahibə verib. Çin və Afrika hökumət səviyyəsində getdikcə biri-birinə daha da yaxınlaşır. Bu yaxınlıq ölkələrin insanları arasında da müşahidə olunur. Roslyn Zamoa 6 il bundan əvvəl buraya model işləmək üçün gəlib və sonra özünə iaşə biznesi açıb. O deyir ki, Qanadan sonra Çində yaşamaq onun üçün şok idi. Təsəvvür edirsiniz, mən özümü yad planetdən gəlmə kimi hiss etdim. Başqa irqdən olduğu üçün onunla fərqli rəftar edirdilər. Lakin onun gündəlik üzləşdiyi suallar irqçilikdən çox maraq xarakteri daşıyırdı. Buradakı irqçilik Amerika və ya Londondakı irqçilikdən fərqlidir. Mənim Çindəki irqçilikdən xoşum gəlir. Çinlilərin irqçiliyi əslində xoşa gələndir. Bir çox mühacir Çində müalicə alarkən ciddi narahatlıqlarla qarşılaşmalı olur. Onlar daim polis tərəfindən sorğu-sual edilməkdən şikayətlənirlər. Afrikalıların fiziki görünüşü onları başqalarından fərqləndirir. Professor Badoma deyir ki, Afrikalılar başqalarından pis müalicə alır. Bu faktdır. Mən özüm bunu təcrübə etmişəm. Guangzhou küçələrində Afrikalılar dünyada başqa yerlərdən çox sorğu-sual edilirlər. Bütün bunlara baxmayaraq, Roz deyir ki, Pekin onun üçün doğmadır. O burada artıq Çinli dostları və müştəriləri ilə yaxın münasibətlər qurub. Çin mədəniyyəti Avropa mədəniyyətindən tamamilə fərqlidir. Çin mədəniyyəti Afrika mədəniyyətinə çox yaxındır. Hərçənd ki, Roz kimi bir çox mühacir bir vaxt Çini tərk edəcəklərini deyir, restoran sahibi Turay daim burada yaşayacağına əmindir. Afrikalıların Pekinə gəlməsi ilə o biznesinin inkişaf etdiyini deyir. Vaşinqtondan Bəxtiyar Zamanov, Amerikanın səsi.